zəli həyatdır. Bugün dünyada ölümün miqdarına görə ürək damar sistemi xəstələri birinci yerdədir. Onun da səbəbi nə olur? Qan qatılaşır. Bax, indi yaydır. İnsanlar kifayət qədər maye qəbul eləmirlər. Qan qatılaşır, trombun əmələ gəlmə ehtimalı artır və tromb əmələ gəlir, infarkt olur və dünyasını dəyişir. Və yaxud da qandırıldıcı içir bütün dünya 40 yaşından sonra. O da turşu tərkiblidir. Mədənin seyli qışasını yandırır, köp əmələ gətirir, yara əmələ gətirir, sonda qanaxmaya gətirir. Kəsən kim qan yenə qatılaşır 2 gündən sonra. Zəli qoyduran adam 6 ay qan duru qalır. Çünki orada da yenə yüzlərlə fermentlər, o cümlədən də hiridin fermenti ki, tam təbiidir və 6 ay qan duru saxlayır. Bütün dünya zəli ilə müalicəyə gedir. Və dilin altına qoyanda ən güclü narkotikin kəsdiyindən artıq ağrı-kəsici xarakteri var. Və qan təzyiqində, ürək damar sistemi xəstəliklərində, miqrendə, xüsusilə də varikoz damar xəstəliğində, babasil xəstəliğində qanaxmanı artırmalıdır, qanı duruldur. Qoyan kimi qanaxmanı dayandırır, ağrını götürür, göynəməni götürür, qan dövranını yaxşılaşdırır. 1001 dərdin dərmanıdır. Zəlini birbaşa ayağa qoymaq, başa qoymaq cinayətdir. Onu öyrəşdirin. Birinci yoxlamalısan. Analizlərsiz zəli qoymaq olmaz. Bir zəlidən bir adam ölə bilər. Şəkər xəstəliklərinə zəli qoyurlar yoxlanmadan ayağına və ayağa amputasiya olur.